Salam, hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugün sizinlə mövzumuz litosfer tavaları, onların hərəkəti, deməli geosiqnallar, platformalar, bununla bağlı dərsimiz olacaqdır. Deməli, ilk dəfə Alman alimi Alfred Wegener 1912-ci ildə materiklərin dreyfi, yəni materiklərin üfüqi hərəkət etməsi fikrini irəli sürür. Lakin bunu hərəkətə gətirən qüvvəni əsaslandıra bilmir. Lakin 20-ci əsrin 60-70-ci illərində deməli yerin quruluşu haqqında fikirlərin inkişaf etməsi, həmçinin kosmosdan çəkilən şəkillər həqiqətən də Alfred Wegenerin nəzəriyyəsinin doğruluğunu sübut etdi. Həqiqətən də materiklər hərəkət edir və biz bilirik ki, ilk yaranan quru parçası Pangeia idi. Demək, ilk yaranan quru parçasına biz deyirdik Pangeia. İlk yaranan su parçasına isə deyirdik Pantallas. Pantallas. Gördüyümüz kimi ilk yaranan baxın quru parçası hansı oldu? Pangeia. Lakin Paleozoy erasında Pangeia iki hissəyə parçalanır. 1. Lavrasiya, 2. Gondwana. Mezozoy erasında isə Lavrasiya iki materikə bölünür. Şimali Amerika və Avrasiya, yəni əsasən şimal yarımkürəsində olan materiklər. Gondwana isə Cənubi Amerika, Afrika, Antarktida, Avstraliya, həmçinin Avrasiya, hal-hazırda Avrasiya materikinin tərkibində olan Hindistan, Ərəbistan kimi ərazilər də deməli Pangeia'nın tərkib hissəsi, Gondwana'nın tərkib hissəsində olmuşdur. Sonradan isə təbii ki, illər keçmiş litosfer tavalarının hərəkət etməsi, müasir relyef formalarının yaranması, dağların, düzənliklərin yaranması, həmçinin materiklərin, okeanların öz formalarını, müasir formaları almasına yer kürəsi bugünkü müasir formasını almışdır. Həmçinin biz bilirdik ki, Lavrasiya və Gondwana'nın arasında Tets okeanı da əmələ gəlmişdir. Artıq müasir dövrdə bu Tets okeanı da belə deyək, Xəzər, Qara, Azov, Aralıq, həmçinin Aral kimi belə deyək, dənizlərə parçalanmışdır. Pangeia, Pantallas isə indiki müasir okeanlara parçalanması ilə artıq yer tamamilə indiki müasir formasını almışdır. Həmçinin yer kürəsində litosfer tavaları, yəni yer kürəsi müəyyən bir litosfer tavalarına ayrılır. Məsələn, biz bu litosfer tavalarına nümunə göstərə bilərik. Şimali Amerika, Cənubi Amerika, Afrika, Avrasiya, Hind-Avstraliya, Sakit Okean, Filippin, Karib, Kokos, Naska, Ərəbistan və s. Bu qeyd etdiyimiz təbii ki, litosfer tavaları böyüklüyünə görə biz iki yerə ayıra bilərik. İndi burada qeyd edəcəyik. Deməli, litosfer tavaları iki yerə ayrılır. 1. Söhbət ölçüsünə gedir. Böyük litosfer tavaları, həmçinin kiçik litosfer tavaları. Böyük litosfer tavalarına deməli aiddir Sakit Okean litosfer tavası, Avrasiya litosfer tavası, Şimali Amerika litosfer tavası, Cənubi Amerika litosfer tavası, Avstraliya, Afrika, Antarktida, yəni Avstraliya dedikdə söhbət Hind-Avstraliya litosfer tavasından gedir. Bunlar əsasən böyük litosfer tavalarıdır. Kiçik litosfer tavalarını isə Ərəbistan, Karib, Kokos, Naska, Filippin və s. Bu kimi tavaları aid edə bilərik. Deməli, bir daha qeyd edirəm. Böyük litosfer tavalarına Sakit, Avrasiya, Şimali Amerika, Cənubi Amerika, Hind-Avstraliya, Afrika, Antarktida və s. Bu kimi tavalar böyük litosfer tavaları. Ərəbistan, Karib, Kokos, Naska, Filippin kimi tavalar isə kiçik litosfer tavalarına aid olacaqdır. İndi isə həmçinin biz bu litosfer tavalarını tiplərinə görə də ayıra bilərik. Deməli, litosfer tavaları tiplərinə görə isə tiplərinə görə litosfer tavaları bir daha qeyd edirəm.
materik tipli, okean tipli, həmçinin həm materik, həm də okean tipli olmaqla üst tipə ayrılır. Materik tipli litosfer tavalarına biz aid edə bilərik Ərəbistanı. Yəni Ərəbistan sırf materik tipli litosfer tavasıdır. Okean tipli litosfer tavalarına isə böyük litosfer tavalarından Sakit və kiçik litosfer tavalarından isə Kokos, Karib, Naska, Filippin kimi litosfer tavalarını aid edə bilərik. Həm materik, həm də okean tipli litosfer tavalarına isə Avrasiya, Şimali Amerika, Cənubi Amerika, Hind-Avstraliya, Afrika, Antarktida. Bunları biz həm materik, həm okean tipli litosfer tavalarına aid edərik. Bir daha qeyd edirəm. Deməli, materik tipli litosfer tavalarına, kiçik litosfer tavalarına Ərəbistan. Yəni Ərəbistan sırf materik tipli litosfer tavasıdır. Okean tipli litosfer tavalarına isə böyük litosfer tavalarına Sakit, kiçik litosfer tavalarına isə Kokos, Karib, Naska, Filippin kimi biz litosfer tavalarını sırf okean tipli litosfer tavalarına aid edəcəyik. Lakin Avrasiya, Şimali Amerika, Cənubi Amerika, Hind-Avstraliya, Afrika, Antarktida kimi litosfer tavaları isə həm materik, həm də okean tipli litosfer tavalarına aiddir. İndi bizə sual oluna bilər ki, məsələn, biz Afrikanı və yaxud da Avrasiyanı və yaxud da Hind-Avstraliyanı və yaxud da Cənubi, Şimali Amerikanı, Antarktidanı niyə görə həm materik, həm də okean tipli litosfer tavalarına aid edirik? Çünki biz Afrika litosfer tavası dedikdə təkcə Afrika materiki nəzərdə tutulmur. Baxın, Afrika litosfer tavası dedikdə görürsünüz, həm Afrika, həm də onun ətrafında olan su sahəsi ilə birlikdə Afrika litosfer tavasını əmələ gətirir. Həmçinin Cənubi Amerikada, Şimali Amerikada, Hind-Avstraliyada, Antarktidada, Avrasiyada ətrafında olan su sahələri ilə birlikdə belə deyil, litosfer tavalarını əmələ gətirdiyi üçün bunlar həm belə deyil, materik tipli, həm də okean tipli litosfer tavaları hesab edilirlər. Və qeyd etdiyimiz kimi bu litosfer tavaları daim hərəkət edir və hərəkət etdikləri üçün də bu litosfer tavaları bəzən toqquşa bilər. Yəni, bəzən bu litosfer tavaları toqquşmağa məruz qalır. Biz bu litosfer tavalarının, bizə dəqiqə, deməli, biz bu litosfer tavalarının həm toqquşmasını, həm də bir-birindən ayrılmasını görə bilərik. Litosfer tavalarının bir-birindən toqquşma deyəcəyik konvergent sərhədlər. Bir-birindən ayrılmasına isə deyəcəyik divergent sərhədlər. Demək, konvergent nə oldu? Toqquşma, divergent isə oldu ayrılma. Həmçinin iki materik tipli tavanın toqquşma sərhədinə deyəcəyik kolliziya sərhədləri. Materik və okean tipli litosfer tavalarının toqquşma sərhədinə deyəcəyik subduksiya zonaları. Bir daha qeyd edirəm, litosfer tavaları həm bir-birinə yaxınlaşıb toqquşa bilər. Bu zaman biz bu sərhədə deyəcəyik konvergent. Əgər iki materik tipli tava bir-birinə toqquşursa, biz buna deyəcəyik kolliziya. Materik və okean tipli tavalar bir-birinə toqquşursa, biz buna deyəcəyik subduksiya. Deməli, litosfer tavalarının bir-birindən ayrılmasının zonasını isə biz deyəcəyik divergent zona. Və gördüyümüz kimi materik tipli iki tava bir-birindən toqquşa bilər. Yəni, həm Avrasiyanın, həm də Hind-Avstraliyanın materik hissəsi bir-birindən toqquşan zaman, bu zaman nə baş verir? Bu zaman hər iki tava, yəni materik tipli tava olduğu üçün, bərk tava olduğu üçün bir-birindən toqquşan zaman ərazi qırışır. Yadımızda saxlayaq, qırışır. Və bu zaman quruda deməli, qırışıq dağlar əmələ gəlir. Qırışıq dağlar. İndi o dağları göstərək. Məsələn, biz bu dağları göstərə bilərik, deməli, Piriney dağları, Apenin dağları, Alp dağları, Karpat dağları, həmçinin Türkiyə ərazisində, Balkan dağları, Türkiyə ərazisində olan Pont və Tavır dağları, İran ərazisində olan Zagros dağları, Qafqaz dağları, Böyük Qafqaz, Kiçik Qafqaz, həmçinin Talış dağları, Pamir dağları, Himalay dağları, Hindukuş dağları, Afrikada olan Atlas dağları. Gördüyümüz kimi bu dağlar
Avrasiya materiki ilə, daha doğrusu Avrasiya litosfer tavası ilə Hind, Avstraliya, həmçinin Afrika tavalarının toqquşması nəticəsində yaranıb. Yəni, iki dənə bərk tava, belə deyək, materik tipli tava bir-birindən toqquşur və bu zaman quruda qeyd etdiyimiz kimi nə əmələ gəlirdi? Qırışıq dağlar əmələ gəlirdi. Həmçinin materik və okean tipli tavalar toqquşa bilər. Materik və okean tipli tavaların toqquşma nəticəsində isə okeanlarda, daha doğrusu quruda sahil sıra dağları əmələ gəlir. Bu necə baş verir? Okean tipli tava materik tipli tavadan daha belə deyək, yumşaq olduğu üçün demək, okean tipli tava materik tipli tavanın altına keçir və onu qaldırır. Və bu qalxma nəticəsində tutaq ki, Şimali Amerikada Kordilyer dağları, Şimali Amerikanın qərb hissəsində Kordilyer dağlarının qərbi Sakit Okean litosfer tavası ilə Şimali Amerika litosfer tavasının toqquşmasından yaranır. Həmçinin Sakit Okean litosfer tavası ilə Nazca litosfer tavasının toqquşması nəticəsində, üzr istəyirəm, Nazca litosfer tavası ilə Cənubi Amerika litosfer tavasının toqquşması nəticəsində biz burada nümunə göstərə bilərik ki, deməli, Ant dağları yaranmışdır. Yəni, bir sözlə, materik və okean tipli tavalarının toqquşması nəticəsində quruda sahil sıra dağları yaranır. Okeanda isə qövsvari adalar və novlar yaranır. Məsələn, biz bu adaları Yapon adalarını, Kuril adalarını, Filippin adalarını nümunə kimi göstərə bilərik. Həmçinin onların ətrafında yaranan Kuril-Kamçatka novu, Filippin novu, Peru novu, Çili novu. Baxın, bu kimi ərazilər təbii ki, materik və okean tipli tavalarının toqquşmasından yaranmışdır. Həmçinin materik tipli tavalar bir-birindən ayrıla bilər. Biz buna nə deyirdik? Ayrılma zonası deyirdik, divergent. Afrika, məsələn, materik tipli tavaların bir-birinin ayrılması nəticəsində Afrikada Şərqi Afrika sınma zonası yaranmışdır. Ölü dənizdən Zambezi çayına qədər Şərqi Afrika sınma zonası ayrılmışdır. Bu zona Afrikada sınma zonasıdır və get-gedə Afrikadan uzaqlaşır. Somali yarımadası ətrafı, həmçinin Şərqi Afrika zonası, belə deyək, Afrikadan ayrılma zonasıdır. Deməli, biz buradan belə başa düşək ki, materik və iki materik tipli tavanın bir-birindən ayrılması nəticəsində isə, deməli, nə əmələ gəlir? Quruda böyük sınma zonaları əmələ gəlir. Buna biz nümunə göstərə bilərik. Şərqi Afrika sınma zonası. Ölü dənizdən ta Zambezi çayına qədər davam edir bu daha doğrusu qırılma zonası. Həmçinin iki okean tipli tava bir-birindən ayrıla bilər. Okean tipli tavaların bir-birindən ayrılması nəticəsində kütləvi şəkildə vulkanların püskürməsi nəticəsində orta okean dağ silsilələri əmələ gəlir. Okean tipli dağ silsilələrin bəzən zirvələri okeanların üzünə çıxır və bu zaman deməli adalar əmələ gələ bilər. Məsələn, biz bu adalara nümunə göstərə bilərik İslandiya, nümunə göstərə bilərik Azor, nümunə göstərə bilərik Müqəddəs Yelena, nümunə göstərə bilərik demək Galapagos, nümunə göstərə bilərik Pasxa. Baxın, bu kimi adalar okean tipli litosfer tavalarının ayrılmasından yaranacaqlar. Bir daha qeyd edirəm, okean tipli litosfer tavaları ayrılan zaman deməli, kütləvi şəkildə başlayır vulkanlar püskürməyə. Vulkanların püskürməsi nəticəsində həmin o vulkanlar bərkiyərək demək, okeanların dibində əmələ gətirəcəklər orta okean dağ silsilələrin, orta okean dağ silsilələrin bəzi hissələrdə zirvələri suyun üzünə çıxaraq adalar əmələ gələcək. Bu adalara biz deyəcəyik İslandiya, Azor, Müqəddəs Yelena, Galapagos, Pasxa və s. Deməli, bu tipli tavalar okean tipli tavaların ayrılmasından yaranmışdır. İndi isə sizinlə biz platforma və geosignallara baxaq. Deməli, biz bilirik ki, yer kürəsinin daha aktiv, hərəkətli hissələrinə biz deyəcəyik geosignallar, lakin öz aktivliyini, hərəkətliyini itirmiş, daha sabit ərazilərə isə deyəcəyik platformalar. Deməli, bu geosignalın inkişafı 4 mərhələdən keçir. Bir daha qeyd edirəm, geosignalın inkişafı 4 mərhələdən keçəcəkdir. 4 mərhələ. Bu mərhələlərdən gəlin birinci mərhələyə baxaq.
Birinci mərhələdə yer kürəsinin böyük bir hissəsi enməyə başlayır və bu enmənin baş verməsi nəticəsində dəniz hövzəsi yaranır. Baxın, bir daha qeyd edirəm. Yer kürəsinin müəyyən bir hissəsi enir və bu enmələr nəticəsində dəniz hövzələri yaranır və bu dəniz hövzələrində qalın çökmə suxur qatı toplanır. Bu, yerin daxilində gedən təzyiq və temperatur nəticəsində bu suxurlar metamorfizləşməyə başlayır. Deməli, bir daha qeyd edirəm, geosinxronun inkişafı 4 mərhələdən keçir. Birinci mərhələdə yer kürəsində böyük enmələr baş verir və enmələr nəticəsində bu enmələrdə böyük dəniz hövzələri yaranır və dəniz hövzələrində çökmə suxurların toplanması və bu çökmə suxurların müəyyən bir temperatur və təzyiq altında metamorfizləşmənin baş verməsi aydın şəkildə görünür. Daha sonra isə ikinci mərhələdə isə yer kürəsində enmələrlə yanaşı müəyyən bir hissələrdə qalxmalar baş verir. Yəni, artıq burada həm enmələr, həm qalxmaların baş verməsi, çökmə suxurların toplanması, vulkanizm fəaliyyəti burada özünü göstərir. Deməli, artıq yer kürəsində həm enmələr, fikir verir, həm enmələr, həm də qalxmalar baş verir. Biz bu enmələrə deyəcəyik, deməli, sinknallar, yadda saxlayaq, enmələrə deyəcəyik sinknal, qalxmalara isə deyəcəyik antisinknal. Deməli, bir daha deyəcəyik, enmələrə deyəcəyik sinknal, qalxmalara isə deyəcəyik antiklinal. Antiklinal. Qeyd etdiyim kimi, birinci mərhələdə əgər yalnızca enmələr baş verirdisə, enmələr nəticəsində dəniz hövzələri yaranır, çökmə suxurlar formalaşır və metamorfizləşmə baş verirdi. İkinci mərhələdə isə enmələrlə yanaşı artıq qalxmalar da baş verdi və bu enmələr və qalxmalar nəticəsində qeyd etdiyim kimi sinknal, yəni enmələr zonaları sinknallar, qalxmalar zonası antiklinallar formalaşdı. Üçüncü mərhələdə isə, baxın, artıq üçüncü mərhələdə isə deməli, bu sinknallar, antiklinalların birləşməsi nəticəsində yer kürəsində cavan, mütəhərrik və yəni daha aktiv ərazilər formalaşmaya başladı. Biz buna deyəcəyik geosinknallar. Yəni, buna biz cavan dağları, həmçinin belə deyək, aktiv əraziləri nümunə göstərə bilərik. Tutaq ki, bizə desə ki, geosinknalın inkişafının 3-cü mərhələsinə aid olan əraziləri seçin. Biz burada aktiv əraziləri, geosinknal əraziləri seçəcəyik. Məsələn, biz bunları Himalay dağları, Ant dağları, Kordilyer dağları, Atlas dağları və s. kimi cavan ərazilər aid olacaq geosinkronun inkişafının 3-cü mərhələsinə. Artıq 4-cü mərhələdə isə daxili proseslər zəifləyir, tektonik proseslər zəifləyir, xarici proseslərin təsiri ilə milyon illər ərzində bu yüksək dağlar aşınaraq düzənliklərə çevrilir və öz aktivliyin ərazi itilərək çevrilir platformalara. Yenə deyim, bizə artıq geosinkronun inkişafının 4-cü mərhələsində olan ərazilər dedikdə, biz bura artıq öz aktivliyini itirən, belə deyək, geosinkronluğun itirən platforma zonalarına aid eləyəcəyik. Məsələn, biz bunlara aid eləyə bilərik qədim dağları, belə deyək, Afrikada Əjdaha dağları, Kap dağları, həm Avstraliyada Taki Böyük Suarisi dağları, Şimali Amerikada Appalaç dağları, nə bilim, Avrasiyada tutaq ki, Ural dağların və s. Skandinaviya dağların biz geosinkronun inkişafının 4-cü mərhələsinə aid edə bilərik. Deməli, yer kürəsində əsas geosinkronal zonalara Şimali Amerikada Kordilyer dağlarını nümunə göstərdik. Əsasən Kordilyer dağlarının qərb hissələri, həmçinin Cənubi Amerikada Ant dağları, Avrasiyada Alp Himalay qurşağı, yəni baxın bu zona, həmçinin Azərbaycan da bu əraziyə daxildir. Afrikanın şimalında Atlas dağların, Orta Okean dağ silsilələrin, biz bu əraziləri aid edəcəyik geosinkronal zonalara. Yəni bu zonalar geosinkronun inkişafının 3-cü mərhələsinə aiddir. Lakin öz aktivliyini itirmiş platforma hissələri, məsələn, Şimali Amerikanın şərq hissələri, Cənubi Amerika materikinin şərq hissələri, Afrikanın əksər hissəsi, Avstraliya materiki, Avrasiya materikinin şimal hissələri, həmçinin Hindistan, Ərəbistan, Cənub-Şərqi Asiyanın əksər hissələri deməli artıq platforma zonasına aiddir. Yəni geosinkronun inkişafının 4-cü mərhələsinə aid olan ərazilərə biz bunları nümunə göstərə bilərik. Deməli, qeyd etdiyimiz kimi geosinkronal ərazilər aktiv ərazilər idi. Yəni orada daim vulkanlar, zəlzələlər və tektonik proseslər baş verirdi.
Amma platforma əraziləri isə belə deyək, aktivliyini itirmiş, yəni tamam artıq xarici proseslərin nəticəsində belə deyək, parçalanmış, düzənli ərazilərə çevrilmiş və yaxud da hamarlanmış ərazilərə biz platformalar deyirdik. Həmçinin qədim dağlar da platformalara təbii ki biz aid edə bilərik və gördüyümüz platforma 3 qatdan ibarətdir. Birinci gördüyümüz qat və bu hissəyə biz deyəcəyik platforma örtüyü, platforma örtüyü. İkinci alt hissədə yerləşən qata deyəcəyik kristallik bünövrə və həmçinin kristallik bünövrənin çökmə süxurun yaranmadığı ərazilərdə platformaların nisbətən qalxmış ərazilərində çökmə süxurlar yarana bilmirdi və bu çökmə süxurlar birbaşa kristallik bünövrə yer səthinə qalxırdı ki, biz buna deyəcəkdik qalxanlar. Deməli, bir daha qeyd edirəm, platforma 3 hissədən ibarət oldu. Birinci üst hissə, yəni çökmə süxurlardan ibarət olan qat, deməli, platforma örtüyü adlanır. Platforma örtüyü, yenə də qeyd edirəm, əsasən çökmə süxurlardan ibarətdir və çökmə süxurlardan ibarət olduğu üçün burada əsasən yanar faydalı qazıntılar, neft, təbii qaz, daş kömür kimi təbii sərvətlərə rast gələ bilərik. Çökmə süxur qatın alt hissəsində kristallik bünövrə yerləşirdi. Kristallik bünövrə deməli platformanın alt mərtəbəsi hesab olunur və kristallik bünövrə maqmatik, metamorfik süxurlardan təşkil olunmuşdur. Və burada belə deyək, maqmatik və metamorfik süxurlar geniş yayıldığı üçün əsasən burada filiz faydalı qazıntılara, dəmir, mis, nikel, alunit, boksit bu kimi deməli filiz faydalı qazıntılara rast gələ bilərdik. Və bayaq da qeyd etdim ki, bəzi platformanın bəzi qalxan hissələrində artıq çökmə süxurlar yarana bilmirdi, əmələ gələ bilmirdi və ona görə də kristallik bünövrə birbaşa yer səthinə çıxırdı. Bu cür ərazilər adlanırdı sipər. Və sipər yaranan ərazilərdə təbii ki, təbii sərvətlər daha geniş yayılmışdır və burada faydalı qazıntıların çıxarılması daha rahat başa gəlir, daha asan olur və yəni bu ərazilər dövlətin belə də iqtisadiyyatına müsbət təsir göstərir, çünki təbii sərvətləri çıxartmaq üçün daha az belə deyək, qüvvə, daha az xərc lazım olur.